Sən mən telefondan nə? Telefonda sadəcə olaraq baxmaq istəyirəm. Instagramda sənin əngəllədiyin siyahılar var. Bir də o saxla çəkmə zəhmət olmasa. Yox. Bax sən özün aparıcısan da, düzdür? Sən bilmirsən ki, bu şəxsi, bunun içində şəxsidir, hər şey şəxsidir. Burada mənim şəkillərim var. Burada Mən sənin şəxsi şəkillərinə girməyəcəm ki, sadəcə maraqlı görüm kimləri əngəlləmisən, onları görmək istəyirəm. Yox. Mən əngəlləyəndə burada əngəlləmirəm, burada əngəlləyirəm. Kimləri əngəlləmisən? Gəl bura, baxacam. Baxacam xeyri yoxdur. Nə danışırsan Canan? Sən nə danış? Koddadır ki, uşaqlarımın kodu nədir? Bir də mənə deyərdiniz də kodunu girərdim də. Kodu bilirsən? Yox, Canan. Bir dənə xahiş edirəm. Bir dənə Instagrama daxil ol, əngəllərə baxacam. Sən bir şeydən, bu indi oturub çıxıb gedəcəm deyəsən ki, Canan gəldi hörmətsizliyə. Sən də çəkmə də bir dəqiqə, dayan da, nə olur? Canan, burada nə var ki? Yox da, yox. Instagramda əngəllərə baxacam. Telefonuma niyə girməlisən ki? Bəlkə orada mən sənin şəxsi mesajlarını oxumuram. Ay qardaş, olmaz. Mən sənin telefonuna girirəm. Gir bax, nə var ki? Elvin onu da çəkməsin də. Yox, əsəbləşmə qardaş, burada. Mən sadəcə Instagramda əngəllərə baxacam. Niyə ki, sən maraqlı nədir? Denə mən özüm cavab verim. Mən bilmək istəyirəm orada görüm hansı məşhur, bir kim məşhurla var. Ay mənim üçün məşhur özüməm. Mən özüməm məşhur. Mən kimsə blok eləyə bilər. Mən heç kim blok eləmirəm. Bir dənə mikrofon saxla səsiz. Mən eşidirəm. Mən sənin telefonuna girirəm. Ver, gətir mən oradan telefonumu, gəl bax. Burada nə var ki? Mən xanımam, düzdür? Sən bəysən, mən xanımam. Sən mənim telefonuma niyə girməlisən? Ay qardaş, bəlkə orada elə şey var, sən onu görməli deyilsən. Mənim nəyə görə telefonuma baxmalısan? Özəl mən mesajlarını oxumuram ki, əzizim mən sənin əngəlləmə siyahına baxıram. Burada nə var ki? Burada nə var ki, Canan? Sən niyə bu qədər böyüdürsən məsələni? Allahın dostu, yəni çox peşman oldum da mən bu verilişə gəlməyimə. Burada yəni yenə deyirəm, mən sənin şəxsi nələrinəsə girib baxmıram. Mən nə varsa, sən onsuz da gələndə bilirdin ki, bizim verilişin formatı budur. Yox, mən bilmirdim sən cəmaatın telefonuna girirsən, mən onu bilmirdim. Cəmaatın telefonuna girsən deyəndə mən sənin şəxsi mesajlarını oxumuram. Niyə baxmalısan mənim telefonuma? Telefonuna baxmıram, əngəl siyahına baxıram. Mən başa düşmürəm. Yəni bu müğənnilərdə bu aqressiya nədəndir mən tuta bilmirəm. Qardaş başa düşdüm. Mən yenə deyirəm, mən şəxsi nəyəsə baxmadım ki orada. Yəni qardaşım. Yox, bir dəqiqə mikrofonu bu vaxtı saxla. Sən də bir dəqiqə çəkmə də, nə olur? Yox, qardaş, xahiş edirəm. Sən mikrofon deyə bilmərsən. Sən telefonuma niyə bilmirsən? Canan, sənin telefonuna mən girmirəm. Əzizim, mən səni başa əngəlləmişəm. Sən onu niyə bilmərsən? Başa düşmürsən. Mən sənin əngəl siyahına baxmaq istəyirəm. Niyə də səbəb? Ay qız, mən inanmırsam, mən sual versən cavab verirəm. Nəysə Canan, nəysə. Boşa, nəysə yox, elə sən. Nəysə, əziz tamaşaçılar, özünüz gördünüz, yəni tamaşaçılar el gözləyir tərəzidir. Yəni mən burada yanlış bir şey eləmədim. Yəni siz baxdınız, gördünüz ki, kim haqlı, kim haqsızdır. Mən onun insanın, yəni Canan xanımın şəxsi hansısa bir telefona mesajını oxumaq istəmirdim. Mənim məqsədim əngəl siyahısının nəyin baş verdiyi idi.